Salam, hər vaxtınız xeyir olsun. Bəli, ölkədə artıq ikinci dəfə təchizat zənciri liderləri zirvəsi keçirilir. Bu dəfəki məhz 15 noyabr tarixində, yəni bugün Bakı şəhərində baş tutur. Qeyd eləyək ki, məhz həmin tədbirin Azərbaycanın strateji təchizat sektorunda dönüş nöqtəsi olması gözlənilir. Eyni zamanda proses çərçivəsində bu məqamı da vurğulayaq ki, tədbir ölkənin dövlət və özəl sektor nümayəndələrini, eyni zamanda beynəlxalq ekspertləri və qabaqcıl şirkətləri bir araya gətirir. Tədbirlə bağlı detalları öyrənmək üçün elə tədbirin təşkilatçısı Rafiq Unaltay bizlə canlı bağlantıdadır və suallarımızı onu ünvanlayacağıq. Salam Rafiq bəy. Biz bu tədbirlə bağlı detalları sizdən eşitmək istəyirik. İlkin olaraq nə qədər qonaq burada iştirak eləyir və artıq ikinci dəfə baş tutur. Birinci keçirilən zirvədən üstünlüklər nədən ibarətdir? Tədbir nəticəsində nəyə nail olmaq planlanır, sizdən eşidəcəyik. Çox sağ olun. Hal-hazırda qeyd etdiyiniz kimi tədbir ikinci dəfə keçirilir ölkədə və qeyd edim ki, Azərbaycanda bu sahədə keçirilən ən böyük iri həcmli tədbirdir. Həm dövlət, həm özəl sektordan hal-hazırda burada 500-ün üzərində mütəxəssis iştirak eləyir. İlk tədbirdən fərqi ondan ibarətdir ki, bu dəfə bizim panel mövzularımız daha geosiyasi vəziyyəti, eyni zamanda geoiqtisadi vəziyyəti nəzərə alaraq daha da təkmilləşdirilibdir. Bu bildiyiniz kimi bizim ikinci panelimiz təchizat zəncirində rəqəmsal transformasiyadır və daha sonra isə risklərin idarə edilməsidir. Bu iki mövzu bu il dünya gündəmində də ən aktual mövzulardan biridir. Ona görə də biz bu il keçən ilkindən fərqli olaraq bu mövzuya yer verdik və hal-hazırda da gördüyünüz kimi ilk panel dövlət satnamələrində peşəkarlıq paneli müzakirəsi gedir. Bundan sonra iki panellərdə isə qeyd etdiyim o yeni istiqamətlər müzakirə ediləcəkdir. Təşəkkür edirik çatdığınız detallı məlumatlara görə və bir daha vurğulamaq istəyirik ki, hazırda təchizat zənciri liderləri zirvəsi 2025 davam eləməkdədir və bu proses artıq ölkədə ikinci dəfədir baş tutur və proseslə bağlı olan detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki son informasiyalar bizdən bu qədər. Sözü yenidən sizə ötürürük.